Hə Fuad, görüşdük də yenə. Dedik 1-2 həftədən sonra bir dənə də veriliş çəkək Çempionlar Liqasına. İzləyicilərimizi həsrətdə saxlamayaq. Sizi həsrətdə saxlamaq istəmədik çox. Gəlmişik yenə baş beynimizi aparmağa. Ağzımıza gələn danışıb çıxıb gedəcəyik. Nə düşünürsən? Nə düşündün? Bu oyunlara baxdın, elədin? Yəni fikrin nə oldu ümumiyyətlə? Oyunlar deyəndə mən daha çox birinci oyun həftənin deməli Paris Saint-Germain Bayern Münhen yarımfinalının ilk ayağı, o çox yəni bir neytral futbol azarkeşi olaraq həqiqətən son dövrlər izlədiyim, yəni ümumiyyətlə futbola baxandan bu yana izlədiyim tək-tük oyunlardan biri idi ki, çox əla idi. Yəni çatışmayan heç nə yox idi o oyunda. Həqiqətən o qədər hesab o qədər sürətlə dəyişirdi ki. Çox, birincisi 3-2, sonra 5-4. Məncə çatışmayan müdafiə və qapıcı idi. Hər iki komandanın. Qapıcılar da oynaya bilmirdi. Yəni qollar da elə qollar idi ki, və qabaqlarındakı hücumçular elə hücumçular idi ki, həqiqətən. Yəni mən işdə olduğum üçün çox belə həm məcbur qalırdım izləməyə, belə deyək, hər iki oyuna, həm də hər cəhətdən izləyirdim. Paris Saint-Germain Atletico oyunu çox başqa bir səviyyə idi. Daha doğrusu Paris Saint-Germain Bavariya, Atletico nə idi? Atletico oyza. Paris Saint-Germain Bavariya oyunu həqiqətən tamam başqa bir səviyyə idi. Hücumçuların səviyyələri çox bəlli oldu və İlk dəfə idi ki, bəlkə Nuno Mendes illər sonra bu qədər əziyyət çəkirdi qabağında Olise ilə. Yəni PSG müdafiəsi hakimi Diazın Diaz beyni xarab olmuşdu, belə deyək. Yəni bu cəhətdən də çox ideal idi məncə də. Yəni neytral azarkeşlər bayram eləyirdi, amma hər klubun öz azarkeşləri biraz qorxmaya düşüblər artıq. Oyunun hardasa 5-2 olan hardasa 60-cı dəqiqələr falan da belə Paris Saint-Germain mən dedim, yəni bu deyəsən 8-2 təkrarlanacaq, Barselonanın heyfini çıxacaq. Həqiqətən çox, ancaq Bavariya halaldır. Nəzərə alsaq ki, kompani oyunu stadiondan yəni izləmirdi. Getmişdi Luis Enrique'nin yerinə. Daimi yerində oturub oradan baxırdı. Yəni mən deyirdim ki, toparlanma problem olar, ancaq həqiqətən də səhv eləmirəmsə 5-6 dəqiqəyə 2 qol oldu. Çox tezliklə 5-4 oldu hesab və bu artıq Bayern Münhen üçün Almaniyada birbaşa üstünlükdür. Çox. Yəni hər şey ola bilər. Nə bilim, yəni tam 100% ilə deyə bilmərəm ki, burada qalib finala kim çıxacaq. Yəni burada həqiqətən bilinmir. Əslində digər oyunda da bilinmir, amma digər oyunda bilinməmə səbəbi odur ki, orada futbol oynamırlar. Digər oyunda prezident aşarı o maraqlı yarımfinal. Ən maraqlı yarımfinal. Amma həqiqətən PSG Bavariya cütünün favoritini mən həmişə PSG görürdüm. Çünki PSG-nin hücum və müdafiə xəttinə çox güvənirdim. Amma bu oyunda göründü ki, PSG-nin müdafiə xətti o qədər güvənilir deyil, amma hücum xətti həqiqətən çox güvənilir. Yəni Kvara səviyyə. Yəni adam başqa səviyyə idi də. Böyük oyunlarda adam çıxır, nəsə edir də. Yəni Kvara o gün Dembele'nin hələ 1-2 epizod oldu, yenə düşmüşdü Barsa damarı deyəsən. Yəni Barsadakı vəziyyətinə qayıtmışdı. Qaqam təhpətəylə vurdu sağa, sola, sonra penal vurandan sonra özünə gəldi. Amma Kvara həqiqətən. Yəni Kvaradona deyirlər, yəni adı üstündə oturubdu. Yəni həqiqətən idealdır. 9 nömrəsiz. Məncə Luis Enrique göstərir ki, İlk dəfə bunu Guardiola göstərmiş ki, 9 nömrəsiz futbol oynamaq olur. Barsadan göstərdi, sonra City'yə keçdi, City'də göstərdi. Luis Enrique də gəldi, yenə nöqtəni qoyur. 9 nömrəsiz belə futbol oynamaq olur, istənilən nəticəni almaq olur. Luis Enrique'dən danışmışkən, Paris Saint-Germain'də ümumiyyətlə Luis Enrique o qədər hiss olunur ki, məsələn bir neçə il əvvəl Paris Saint-Germain'in o ulduzlar toplusu olan vaxtı var idi ki, yəni hamı var idi, çatışmayan şey o idi ki, klub Çempionlar Liqasında heç nə edə bilmirdi. Yəni lap biraz qabağa qayıtsa Beckham'ın vaxtından bəri İbrahimoviçdən, yəni bu heç nə olmurdu və fiasko yaşandı. Emery ilə 6-1 Barselona ilə cavab oyunu, yəni 4-0 əldən verdi. Ondan sonra finalda uduzmağı elə Bayern Münhenə finalda uduzdu, Real Madridə uduzdu. Bu axırda Luis Enrique gəldi və sanki təmizləmə prosesi apardı. Artıq kim var? Artıq deməyək, yəni elə oyunçulardakı olaraq artıq demək də olmur. Ancaq reallıqla barışdı ki, komanda oyunu üçün artıq olanlar var idi, başda Mbappe olmaqla. Mbappe, yəni Mbappe'nin özünü belə, yəni təsəvvür edin Donnarumma'nı yolladı. Rusiyadan, səhv eləmirəmsə, Krasnodardan Safarovu gətirdi. Yəni o da Zamen idi, amma
Sonradan keçdi əsas heyətə. Və pis də təsir bağışlamır. Nəzərə alsaq ki, Manuel Neuer 5 top buraxdığı oyunda sırf seyvlə. yəni hətta antirekord idi bu deyəsən Çempionlar Liqası tarixində səhv eləmirəmsə. Heç bir seyv eləmədən 5 top 5 top buraxdı. Yəni o da çox təriflənildi Real Madrid oyununda falan. Neuer də indi yaş da öz sözünü deyir. Bəlkə də artıq pikdə buraxmalıdır Neuer. Bilmirəm, sən nə düşünürsən bu barədə? Məncə məsələn Buffon bir neçə il əvvəl Juventusdan getdi Parisə, sonra qayıtdı falan. Yəni məncə bəlkə də müasir futbolda bundan əvvəlki nəsildə belə idi ki, onlar harasa pikdə buraxa bilirdi. Yəni müasir futbolda bəlkə də problem ondadır ki, oyunçular öz yaşlarından barışa bilmirmi deyim. Bu bəlkə də azar ki, izləyicilər bu fikirlə razılaşmayacaq. Bu fərqi yoxdur. İstər Ronaldo, Messi, nə bilim bu Neuer olsun, istənilən də, yəni məsələn 40 yaş artıq bir futbolçu üçün nəzərə alsaq ki, Avropada ümumiyyətlə futbol 16 yaşa enib. Yəni sən burada 40 yaşında yəni 24 il yəni oynayırsan da, futbol oynayırsan. Həqiqətən, yəni nə bilim, bu dəqiqə həqiqətən heyətlər çox təmizlənib hər iki komandada da, yəni ideal cəhətdən. Və özləri də ümumiyyətlə Bavariya onsuz da həmişə belə olub. Bavariya hər zaman daha cavanlara üstünlük verən, daha bu tip oyun oynayıb. PSG əksinə olub. PSG həmişə o ulduz toplusunu yığıb bir şey eləməyə çalışan bir klub idi. Sən demiş, Enrique gəldi, dedi ki, salam əleykum, əslində futbol belə deyil. Yəni gəlin sizə bir futbol öyrədim ilk. Sonra keçərik nəyisə qazanmaq istəməyimizi. Zaten yəni Liga, Fermer Liqası sağ olsun. Liga 1-in prezidenti də hər şey eləyir. Adam Paris Saint-Germain üçün liqa oyununu təxirə saldı. Yəni biz burada Qarabağ Neftçi deyirdik, onlara gülürdük. Bunlar da başladılar. Ha, nə oldu? Bu PSG niyə oynayamır bu 2 həftədə bir oyun zaman? İngiltərədə bir həftədə 3 oyuna çıxır. PSG-yə görə heç Lensdən soruşan olmadı ki, istəyirsən, istəmirsən, sağ ol, oyun yoxdur. O cəhətdən üstünlüyü var onsuz da Liga 1-də, amma Enrique gəldi onlara tam bir Avropada uğur qazanmağının yolunu göstərdi ki, bu belə olur. Başqa Mbappé-ni göndərdi hər şeyi. Elə bu keçən ildə və bu finalda Inter əzdi keçdi, yəni şansdan. Bu ildən böyük favoritdir. Bu ildə çox böyük ehtimal əvvəlcədən danışmaq olmasın, finala, yəni hər iki klub çıxa bilər. Bayern Münhen də çıxa bilər, Paris Saint-Germain də. Hansı da çıxsa qalibdir. Yəni mən amma məsələn Atletico Madrid düşünürəm ki, finala çıxsa, rəqib Bavariya olsa, yəni heç düşünmürəm mən. Atletico Madrid mənə, yəni Arsenal'la oyunda göründü ki, həqiqətən öz yerində oynayırsan. Yəni sən bunlar Barsa'ya necə uddu, mən çatmır da. Yəni hələ də orada qalmışam ki, bu klub Barsa'ya necə gəldi, uddu. Yəni mənə hələ də çatmır ki, və Barsanın oynanılan oyun da deyil də. Yəni adamlar elə bil ki, Barsanı görəndə o şeyə çıxırlar və son 6 yoxsa 7 oyunda cəmi bir oyun udublar. O da elə bizim bəxtimizə gəldi, bizi uddular, mərhələ keçdilər. Yəni Atletico'nun oyunundan heç nə görmədim. Sağ olsun bir dənə Alvarez, həqiqətən yəni klubu daşıyır. Ora qədər, yəni adam cərimə vuranda elə bilirsən qoldur. Heç nə olmasa da bir cərimə bəsləyin, bir dənə cərimə qazansınlar, vursunlar. Amma bildiyim penallaşma idi Atletico və Arsenal oyunu. Bildiyin elə penal oldu. Hə, yəni 3 dənə penal oldu. Biri sonradan ləğv olundu. Bir kərəsi bir dənə vurdu penal. Heç nə. Başqa vaxtda oyunda bir dənə normal təhlükəli epizodda yox idi ki, həyecanlanasan. Yəni oradan Saka Madoya ki, yalandan belə eləyir. Bu tərəfdə o Atletico'nun oyunsa yalandan sağa sola qaçır. Bir ayın belə deyim də, yəni 28-indəki oyuna baxırdım. Bir də 29-undakı oyuna baxırdım. O futbolsa bu nədir? Bu futbolsa o nədir? Amma gözlənilən idi hardasa. Mən əslində Paris Bavariya oyununu da bu qədər gözləmirdim. Çünki deyirdim adətən yarım finalda, cütün ilk oyununda komandalar biraz daha ehtiyatlı oynayır. Yəni burada deyəsən əksinə oldu. Elə 9 top, yəni 9 qol. Və o bir oyuna baxırsan 2 qol, ikisi də penaldan. Mən açığı Bavariyanı, amma Arsenal Atletico Madrid Arsenalı gözləyirdim, çünki hər ikisi ehtiyatda oynamağı bacara bilən klubdur. Atletico Madrid ümumiyyətlə. İndi ola bilər ki, bəlkə də Londonda keçirilən cavab oyununda orada da bir 5 dənə top olacaq. Yəni bu da ola bilər. Çünki ola bilər. Atletico Madrid də və yaxud da Arsenal da, yəni belə deyim, standart vəziyyət yaranar. Yəni necə ki, keçən il Real Madridə cərmələrdən Real Madridi yolladı evinə. Yəni hər şey ola bilər, ancaq
belə deyim, o qədər maraqlı oyun gözlənilmirdi. Onsuz da yəni bunu futbolu izləyən hamı bilirdi ki, bu ikinci Atletico Madrid Arsenal oyunu ki var. Bu yəni, o dərəcədə maraqlı olmayacaq. Yəni bu belə də oldu. Hər bir halda növbəti yəni dünya səviyyəsində də maraq yox idi. Heç nə demirəm, Azərbaycan səviyyəsində o qədər maraq yox. Düşün, mən işlədiyim yer, məcburən biz futbollar da verdik. Belə bir şey də Bavariya ilə PSG oynamalıdır. Telefon dayanmır, rezerv götürdük. Mən baxmaq. Səhər gün Atletico Arsenal oynadı. Heç kim yox. Haram olmaz. Bir nəfər rezerv eləmişdi futbola baxmaq üçün. Yəni o da ki, prosta belə gəlmiş ki, futbola baxsın. Azarkeş kimi də gəlməmişdi. Yəni bu Capstar falan da düzəldirir, bu qlobalda da, yəni baxsa. Yəni həqiqətən bu vəziyyət idi. Biz də belə qalmışıq. Heç nə boş-boş oturmuşuq. Yəni, 2 dənə o deyirlər, qadınların bir söz var, 22 dənə kişi düşmüsüz bir dənə topun dalınca, bilmirsən. Bax, Arsenal Atletico tipik o idi. 22 dənə kişi yalandan düşüblər topun dalınca. Bir məntiq, heç nə yoxdur. Da şeylə bu da, yəni nə bilim, Simeone özü bəlkə nə bilim taktika belə qurub ki, qardaş, birinci oyunu öldürək, bu bir nə qutarsın, gedə görək o cavab oyununda. Yəni orada yəni o da ola bilər, qardaş. Atletico Madrid ümumiyyətlə elə bir komandadır ki, mən bayaq deyirəm, finala çıxsa, yəni valla o mən təəccüblənmərəm. Orada çıxsaydı Parisi deyənmərəm, Paris biraz çox hücum eləyəndi. Yəni amma Bavariya bunlar udub da, vaxtilə ən güclü vaxtında da udublar. Yəni nə bilim ola bilər. Mən təəccüblənmərəm. Atletico Madrid. Bir dostum yazıb ki, mənə oyun gedir. Deyir, şokdayam. Deyirəm, nə olub? Deyir, Bavariya 4-2-4 oynayır. Deyir, ilk dəfədir ki, mən Bavariyanı görürəm ki, hücumunda 4 nəfər var. Yox, Bavariya nə idi? Atletico Madridin. Deyir, həyatımda ilk dəfədir ki, görürəm ki, 4-2-4 Atletico Madrid müdafiə olunmur, hücuma keçir. Deyirəm, öz yerindədir, zəhnimdən qol vursun. Həqiqətən sona yaxın Atletico biraz hücuma çıxırdı ki, yəni çünki biz indi belə deyirik, amma öz yerində bir səhv heç sərf eləmir Atletico üçün. Çünki səfər oyunu da İngiltərədədir. Stadion amili, azarkeş amili və üstə gəldə heç nə 2 dənə kornerə bəsdir. Hansı ki, orada daha çox sıxsalar eləsələr bu daha mümkündür. Amma yəni Arsenaldan da böyük bir şey gözləmək olmur. Arsenal da yəni bildiyimiz Arsenal da yəni Arsenal bir dəqiqə qalıb 2 od arasında. Necə deyirlər, bilmir bu liqanı neynəsin, Çempionlar Liqasında neynəsin. Liqa artıq gedib. Liqa artıq gedib. Sonra ümumiyyətlə Çempionlar Liqasında fikirləşməsin. Adam ya o biri tərəfə baxanda Arsenal adamlar ilk başda keçən il Inter kimi olacaq. 5 dənə də bunlara vuracaqlar. Yox, adamlar ilk başda dedi ki, biz 4 dənə kubok var, yəni qazanıla biləcəyimiz 5 hətta 4. Biz heç olmasa 3-ünü qazanacağıq. Nəsə birində uduzdular. Ya biz o birlərinə fokuslanmışıq. FA Cup final, biz o birlərinə o biri nəsə orada final, bu bir də harda yarım final, hər yerdə uduzdular. Əsas liqadır, əsas Çempionlar Liqasıdır. Heç nə liqada gəldi, City keçdi. İndi də addır ki, Çempionlar Liqasına fokuslanmışıq. Bu gedişlə Çempionlar Liqasına. Bu Çempionlar Liqasına fokuslanmaq deyil. Yəni sənin indiyənə qədər keçdiyin Bayer Leverkusen, indi Sporting Lissabondur. Bunları necə keçmisən bəlkə də özün də bilməmisən. Yəni ilk Atletico Madrid bir qaldın. Yəni yeganə oyun Bavariya olub, liqa mərhələsindəki həqiqətən oyunu qutdular. O da ki, bilmirəm hansı Bavariyaya düşmüşdür, necə olmuşdu Bavariyalar uduzdu. Liqa mərhələsi bir o qədər klublar da daha ciddi yanaşmır. Zaten bilinir ki, yəni məsələn Bayern Münhen keçəcək, yəni Barcelona, PSG, Real eyni adlardır, elə fırlanıb keçirlər. Bunlar keçəcək bəlkə də indi və yaxud da ki, bəlkə də həqiqətən Arsenal onda daha formunda olan bir vaxt. Arsenal da bir şey olur. İlk yanvara qədər, fevrala qədər çox formda gəldilər. Arteta gülünə idala, gülü, gülü də bölməyə bacarmır. Gücü də bölməyə bacarmır. Arteta həqiqətən gücünü bölməyə bacarmır klubun. Yorulur çünki fiziki olaraq futbolçular da yorulur. Guardiola görsən çox ağıllıdır. İlk dövrəni Guardiola elə yola verdi ki, hamıya xal verdi, 10 xal burada, 5 xal orada fərq, 3 xal gah belə, 9 xal. İkinci dövrə başladı fevraldan bu dövrə. Gəldi çatdı Arsenala. Hamını vura getdilər, gəldilər Arsenaldan oyun da uddular. Manchester City ilə bəri başdan baxdı, gördü ki, deyəsən Çempionlar Liqasında qardaş bu nəsə o deyil. Biz elə üzü sulu burada sağollaşaq ki, də liqaya. Çünki həqiqətən City belə keçsəydi, mən deyirəm bu iki PSG Bavariyanın qabağında dayana biləcək klub məncə yoxdur. Hətta bəlkə Real və Barça nəsə edə bilərdi. O da nəyin hesabına? Onların biraz o Ruslar demiş, optu vardı, yəni o sahədə. Onlar biraz heç olmasa başa-baş futbol, həm baş məşqçilərin o taktiki futbola çevriləcəkdi da orada artıq. Necə ki burada Kompany və Luis Enrique bildiyin komandalar buraxmışdılar ki, gedin qol vurun.
Yəni burada həqiqətən şey yox idi da. Yəni müdafiədə belə dayanım eləyim yox idi. Gedin qol vurun, bacardığınız qədər qol vurun. Və orada da elə olardı bəlkə, amma yəni o tərəf həqiqətən nə City-lik, nə Arsenal-lıq, nə Atletico-luq bir şey görmürəm. Sən demiş, bir dənə bəlkə sən demiş, həqiqətən Atletico bir dəli damarı tutar, nəsə eləyər, nə bilim. Amma yəni mən heç ikinci oyunda Atletico-nun, birinci oyunda mən Atletico-dan qələbə gözləyirdim. Gəldi bədbəxtlər elə sağ olsunlar, xoşbəxt elədilər. Birinci oyunun ilk yerində, bir-birinədir, öz meydanında oynayırsan. Düzdür, öz yerində Atletico da çox seynamır, amma nə bilim, stadion amili var idi ən azından. Görə də ikinci növbət həftə bizi çox maraqlı oyunlar gözləyir. Yəqin ki, artıq bu dəfə İngiltərədə olan oyun daha maraqlı olar, çünki keçən tur. Amma hər bir halda Bayern Münhen, Paris Saint-Germain yarım finalı. Finala bərabər oyundu, idealdır həqiqətən. Necə olacaq? İndi təsəvvür edə ikinci oyun gəlir. Ədəzələ ikinci oyun gəlir. 0-0, 1-0 ya da belə olur, gedir penallaşmaya. Deyirsən, bir o futbola, bir futbola. O da ola bilər. Yəni ilk oyuna 9 dənə vurmuşuq, qardaşlar, bəsdir. İkinci oyun. Gəncəsə. Yəni oynayırlarsa ya, Kapsentə. Avroliqada da belə İngilis dueli oldu. Nottingham Forest, Aston Villa mən deyirdim indi birinci oyun qalib gəlir, amma məğlub oldu. Səfər idi yəni. Yəqin ki indi cavab oyununda Parkda yəqin nəsə eləyərlər, həll eləyərlər. Və bir epizod var idi. Emery'nin kubokuda bu. Emery'nin kubokudur, o ayrı. Bir də epizod var idi, Emery'nin etiraz olunan epizodu. Bilmirəm görmüsən. Mən oyuna baxmamışdım, sonradan baxdım. Emery, yəni varı bildiyin, yəni varla mırtdaşdı da Emery, yəni müsahibəsindəki. Yəni əgər var budursa, elə yox olsa yaxşıdır bir sözlə. Yəni varın var yoxuna dün söyüdü çıxdı getdi müsahibəsində. Yəni həqiqətən o epizod necə oldu ümumiyyətlə o epizodu heç demədilər, qırmızı verilmədi, eləmədi. Ümumiyyətlə hakim səhvləri bu son həftələr istənilən liqa üçün, yəni bu bizim liqa demişkən Sabaha da təbrik edirik. Çempion oldu. Çempion oldu Azərbaycan çempionatında. Neftçini də təbrik edirik. Neçə ildən, 5 ildən sonra, 22 oyundan sonra, 21-22 oyundan sonra Qarabağı məğlub elədilər. Yəni həqiqətən təbrik edirəm. Yəni Neftçiyə simpatiyam olan biri kimi həqiqətən. Neftçi klubu inşallah köhnə vaxtlara qayıdar. Köhnə günlərini yaşayarlar yenidən. Həqiqətən çox istəyirəm. Sabaha da təbrik edirik. İllər sonra Azərbaycanda çempion dəyişdi, Sabah oldu. Ümid edirik ki, demiş, nədir? Hansı kimsə bir səhifəsində gördüm, Avqust ayında deməyək də ki, Alim Cəfər demiş. Burada salamlar ona. Alim Cəfərə də salam deyir. Avqust ayında da çıxıb gözəl mübarizəyə görə təşəkkür eləməyək də. Çıxın necəsə bir çempionlara belə getməsəz, oradan düşün aşağı ilə Avroliqadan, konfranslardan birini daha uğurlu və Qarabağın belə deyim yəqin ki, Avroliqaya gedəcək. Məncə Çempionlar Liqasında bu il göstərdiyi performans əla idi. Bu performansı qoruyub daha da artırsa, Avroliqada ən az yarım final görər. O klublarla ən azı bir yarım final, ya heç olmasa 4də 1 görər, yəni. Mən güvənirəm, yəni belə deyək. Əgər həqiqətən sən demiş, o performansın üstündə gözlən. İndi klub daxili problemlər çoxdur. Biz hissi görünür, yəni Elvin getdi, Abbas Hüseynov getdi, Elvin deyilənə görə Neftçiyə gedə bilər. Yəni bu kimi şeylər klubu da daxildən çox parçalayır. Yəni bu dünyanın hər bir yerində belədir. Klub daxilində o intisamsızlıq və biraz problem varsa kluba istər-istəməz təsir edir. Bu da özünü də göstərir. Məsələn, çempionluğu əldən verdi. Çempionluğu əldən verdi. İndi gözləyə görək. Son illərin Sabah daha səhv eləmirəmsə neçə tur qalmış çempion oldu da. İlk dəfə idi ki, belə bir şey olurdu məndən son illərdə. Çünki normalda heç olmasa sona bir 2 tur qalmışa qədər. Qarabağın hegemonluq vaxtında belə olmayan bir şey bu il oldu. Həqiqətən vaxtında çempion oldu. Sabahın bir daha təbrik edirik. Sabah da qəşəng oynadı. Bir daha təbrik edirəm həqiqətən Sabah. Qarabağı uddu da. Yəni 2 də nə vaxt mən baxdım Qarabağ Sabahı da bilmədi. Yəni halaldır. İnşallah gələn il Qarabağ necə uğurlarını danışırdıqsa, Çempionlar Liqasında Sabahın uğurlarını danışarıq. Burada Turantovuz da var. İndi bizim digər Avropaya gedən klublarımızdan Neftçi ola bilər və ya Turantovuz da ola bilər. Turantovuz Neftçinin udmağı Qarabağa əslində Turantovuza da sərf elədi. Ola bilsin. Deyir, o bir qaqaş yazıb, deyir ilk dəfə idi ki, həm Neftçi deyəsən, həm də Sabah ikisi bir də Qarabağı dəstəkləyəcək. Belə bir şey var deyəsən. Orada qalib olan deyəsən nəsə bir şeydir. Neftçi Turantovuz temasına kömək eləyir, nəsə belə bir şeyə görə idi yəqin ki, yazıb. İndi görək kim gedəcək. Neftçinin qatılmağını çox istəyirəm. Neftçi çünki Avropa kuboklara yaraşan bir klubdur Azərbaycan, yəni tarixi bir klubudur. Amma gözləyə görək də, nə bilim, görək bu il nə olur. Görək kimlər gedir. Hamısını uğurlar. Çempionlar Liqasında da
mən PSG-yə və o tərəfdən heç birinə uğur arzu edirəm. Deyir olanlar seçim arasında qalmır. O sırada ikisini də uduzmağını istəyəm mən. Ona görə PSG-nin həqiqətən bir dəfə daha bir il dalbadal, yəni belə deyək də ikinci il Çempionlar Liqasını qazanmağını istəyirəm. Mən də istəyirəm ki, Bayern Münhen Milana çatsın. 7 olsun. 7 olsun. 6 olub 7 olsun. Yəni gözləyə görə nə olur da. Milanda adamlar artıq 15 ildən çoxdur da, axırıncı dəfə 2007 betərdir onlar da. Ondan bu yana yoxdular, amma ona gəlib çatan da yoxdur. Vallahi. O sırada biz neçə dəfə oralara getmişik, Barcelona belə gəlib çatamayıb heç nə bətməz. Belə Avroligada heç nə, Avroligada görək ki, növbəti turna olur. Çünki Avroligada bir məncə yəni o bir tərəfdə də Braqa ilə Freiburg idi. Braqa 2-1 uddu. İndi amma Freiburg nəsə eləyə bilər öz yerində. Hər ikisinin öz evində. Nottingham-ın da öz Aston Villa-nın da öz evi olacaq növbəti tur. Freiburg-un da hər ikisi minimal hesabla məğlub olub. Yəqin ki, nəsə eləyə bilərlər. Gözləyə görə, yəni orada çox belə yəqin ki, sən demiş, onu Emery'nin kubokunda götürüb aparacaq yəqin ki, evin işinə. Əsas Çempionlar Liqasına baxaq görək necə olur. Konfransda da duran Rayo Vallecano Strasburg, bir də Arda Turanın Şaxtyor 3-1 uduzdu Crystal Palace-a. Yəqin ki öz evi deyil, Polşada oynayır, səhv eləmirəmsə Şaxtyor. Amma yəqin ki Crystal Palace verməz. Rayo Vallecano da Fələstin bayrağından sevinirdi. Yenə də dəstək oldular. Yəqin final ortada. İspan klubları əməli başçı keçib o tərəfə. Başqa bir də bu şeydən danışaq. Bu həftə yox, bundan keçən həftənin məşhur və məlum həmişəki kimi yenə mayıslar bizi bu dəfə Nisanlar bizim oldu. Yenə Fənərbağçı keçən dəfə yadındadır veriliş çəkəndə Fənərin oyununa düşdü. Dedim Fənər biz veriliş çəkəndə Fənər xalat edir. Getdi evə gördük ki 2-2 olub. 8-də vurdular, 9-da vurdular. Yenə də 90-a gəldi və heç nə. Derbidə də ki, yəni belə deyim də, mən hakim barəsində danışmağı sevən deyiləm. Amma Yasin Kol əlindən, ayağından, nə bilim, başından gələn hər şeylədir ki, ilk başda Fənər qol vursun. Fənər də sağ olsun, penalı vura bilmədi. Taliskanın penalını vurmamağının uzbatından siz bu il 11-12 xal itirmişsiniz. Belə deyim də, Fənərdə mən bir dəfə podkastların birində elə Fuadla danışanda demişdim ki, Fənərdə problem bəhanələrdə. Görürsən yenə eyni şey oldu. Yenə məşqçi getdi, yayda prezident seçkiləri. Yəni yayda prezidenti yenə yollayaq. Yəni bu bir Fənər azarkeş olaraq, yəni eyni zamanda ola bilər bu, yəni klubun çempion olmamağı ola bilər bu hər bir klub üçün. Yəni bu məsələn tarixinə baxanda Real Madriddə də olub, Barcelonada da olub. Yəni müəyyən söhbət tək bir çempionatdan getmir. Bu fərqli kubok mübarizələrdə də ola bilər. Yəni ola bilər həqiqətən nə bilim buna tilsimdə demək olar. Məsələn Benfica 62-dən bu yana kubok ala bilmir Avropada falan. Amma bunun çıxış yolu kimi hər dəfə qardaş gedək biz prezidenti dəyişək dəqiqə başı. Ali özdə azarkeşlər də, yəni bilmirəm Türkiyədəki Fənər azarkeşləri niyə belədir? Hər dəfə Aziz Yıldırım istefa, yaxşı Aziz Yıldırım getdi. Ali Koç gəldi. Ali Koç bizi belə deyəcək. Ali Koç eləyə bilmədi. Ali Koç istefa, yaxşı bu da getdi. Keçən il gətirmişik bəhbəhlə Sadəddin. İndi bu il yenə cəmaət daşa basır ki, sən də istefa ver. Yəni nə qədər istefa versin? Yəni İlk başda İsmail Kartalı niyə göndərdilər mənə çatmadı. 99 xal yığan bir baş məşqçini niyə göndərəsən? Yəni bu bir sənə nə oxşuyur? Yəni Filik Barcelonada bir belə 99 xal yığıb və nə var Real 100 xal yığıb çempion oldu. Yəni Filik göndərdik. Yəni bu belə olan şey deyil. Yəni və sonra Mourinho, Mourinho başa düşdük. Yəni Mourinho tam o deyil. Mourinho'nun ümumiyyətlə gəlməyini mən istəmirdim. Gəlməyi yəni, başa düşülən deyildi, qaldı getməyi. Amma Tedesco kimi bir baş məşqçini, hansı ki Tedesco sənə yəni çempionatı uduzmamış aparırdı. Sonda zədələr, yəni bir dövrdə başa düşmək olar Tedesco-nun. Çünki ən vacib bir şey yoxdur. Bu Fənərbağça qışda Kanteni alır. Qardaş Kante sənin nəyə lazımdır? Üstəlik də bu heyəti Tedesco yığmayıb ki, sən Tedesco'dan nəsə istəyəsən. Yəni adamda bir ruh var idi Tedesco'da. Məsələn baxırdın, pis olur, üzülürdü. Gedəndə belə yəni onun azarkeşlərinin yolu axırıncı dəfə Alexdə olmuşdu belə bir şey. Azarkeşlər hamısı bunu və bunun özündə də bir kluba qarşı simpatiya var idi, bir baxırsan hər oyunçulara qarşı çox belə şey yanaşırdı. İndi bu getdi, yaxşı kim gətirəcəksən? Yəni çox əla sualdır. Mən həqiqətən bilmirəm ki, bu Fənərbağça nə etmək istəyir. Yəni düzdür, tələbkar olmaq başqa bir şeydir. Məsələn Qalatasaray azarkeşlərdə bir oyuncudan kimi çıxıb başlar, Okan Buruk istefa, amma ən azı
bilirsən ki, Okan Buruk istefa deməyə səbəb var. Çünki Okan Buruk 4 ildir 3 il yox 4 il davamında çempion olur. Amma Okan Burukun çempion olma səbəbi Okan Buruk deyil. Qalatasarayın çempion olma səbəbi oyunçulardır. Osimhen'dir. Yəni Icardi olanda Icardi idi. Bu Sanesidir, Barışıdır. Çünki onlar can qoyur. Amma Fənərdə elə bil ki, sanki nəsə çatmır da. Yəni bu adam bax derbi oynayırsan. İlk penalı sən qazanmısan. Okey, vuranmadın da, lap nəsə oldu vuranmadın. Və penal vuranmayandan sonra Fənər elə oynadı ki, sanki stadionda artıq yoxdur da, yəni. Niyə də? Yəni çünki hər şey sənin, psixoloji olaraq sən üstünsən, hər cəhətdən üstünsən. Yəni hər şeyin var da stadionda. Hər cəhətdən döyüşə bilərsən. Ölüm qalım savaşıdır sən. Yəni okey penal. Yəni bir Fənər azarkeş məsələn çıxıb deyir ki, məsələn Fənərlilərdə belə deyir, Fənər cəmiyyəsi, Fənərin prezidenti falan deyir, yapı var və liqada kolluyurlar Qalatasaray. Okey, bu 20 komandadır bildiyim qədər olar, ya 18 komandadır. Əlavə nə qədər oyun var silək. Bax tutaq ki, bütün klublar, o da bu da bütün oyunları udub. Bax sən düşün ki, sən udmusan, sən derbiyə belə çıxmalısan. Düşünməlisən ki, o da mən də bütün oyunları udmuşam və hər şey bu oyundan asılıdır. Və elə bir oyunda sən uduzursan. Yəni elə bir oyunda uduzursansa, həqiqətən sənin yapıdan danışmağa bir şeyin yoxdur. Sən çıxardın Qalatasarayı udardın. Öz yerində udanmadın, bir-birlədin, gəldin səfərə. O şey çıxıb udardın. Heç olmasa 2 oyunun birini udardın ki, dilin olaraq çıxıb deyərdin ki, mən uddum da Qalatasaray. Mən uddum, amma Qalatasarayın hakimlər falan imkan vermədi ki, Qalatasaray digər oyunda xal itirsin. Sən Karagümrükə uduz. Gəl derbidə belə bir məğlubiyyət və 3-0 yəni qol vurmadan. Və sonra gəl danış. Nə bilim, yəni mən bu gündən sonra hələ əgər belə elə gələni yola salacaqlarsa, hələ 5 ildə çempion olamayacaq Fənər. Heç olmasa bir adam bir il vaxt verər, bir baş məşqçidə istədiyini yığsın. Nə bilim vallahi, görək də. Yəqin ki, indi yayda yenə təzədən kimisə gətirib qoyacaqlar ora. Yenə bir dənə stadion adını dəyişərik. Yenə nə bilim belə görək də. Bir iki dənə köhnə Kürüş Ərəbistandan zaddan hardansa bir oyunçu taparlar, gətirərlər ki, qardaş gəl sənin formanı sataq ya. Yenə eyni şey, yenə Avroliqaya indi bilməm hara konfransa gedəcək, Avroliqaya hara. Getsin ora, yenə getsin. Elə bu il Nottingham uduzmuşdu. Yəni Nottingham uduzmaq var. Yəni nə bilim, nəysə. Yenə gedəcək, yenə eyni şey. Hər il bu il bizimdir deyə düzələn bir şey deyil. Yəni ola bilər. Bilsən necə gəlsin prezident qardaş, reallıq o desin ki, bir 5 il bizə vaxt lazımdır ki, məsələn mövcud reallıq belədir ki, biz baxırıq ki, Qalatasaray bizdən tutalım da, həqiqətən indi güclüdür. Bizim çempion olma ehtimalımız azdır. Olsaq nə yaxşı, indi ola bilməsək də, yəni bizə bir 3 il, 5 il vaxt lazımdır ki, biz bu komandanı yaxşı eləyək, gələcəyə perspektiv, yəni gələcəyə yatırım eləməkdənsə götürürük, aldıq, nə bilim, bu qoca-qoca. Bu ümumiyyətlə Türklərin hamısında belə bir şey var. Yəni bu gələcəyə yatırım yox, ancaq gedək oradan buradan tapıq gətirək. Plus da ki, Qalatasarayla Fənərdən böyük fərqi odur ki, Qalatasarayın tapdığı oyunçular, Qalatasarayda oyunçular gətirir, belə də qoca gətirir. Amma daha adlı sanlısını gətirir. Daha məsələn bu Gündoğanı gətirir, bu Gündüzünü gətirir. Bu Osimheni gətirir. Sən gedirsən, Tadiç alırsan. Plus da ki, sonra da hamısını göndərib bir dənə Sidikeni alırsan. O da ki, nə bilim. Yəni qapıcı məsələn, o Ederson, ümumiyyətlə Ederson normal qapıcı olsaydı, Guardiola onu saxlayardı. Mən həmişə demişəm, büyümdən sonra da həmişə deyəcəm. Guardiolanın göndərdiyi oyunçu əmin olun ki, oyunçu deyil. Cancelo xaric, Cancelo yeganə oyunçu idi ki, o da Guardiola-la yola getməyib deyənə. Cancelo indi keçmiş Barsa vaxtında olub belə oyunçular, məsələn, İbrahimovic-dir və amma indi məsələn neydi? Barcelona'da oynayan Ferran Torres. Nümunə. Ederson. Nümunə. Nə bilim, kimi istəyirsiniz sayın da. Mənə bir dənə City-dən Guardiola-nın göndərdiyi, təkcə City-dən yox, Bavariyadan da saya bilərsiniz və Barcelona-dan da saya bilərsiniz. Hansı ki, İbrahimovic və Yaya Touré xaric, çünki İbrahimoviclə Yaya Touré-nin getməyi səbəbi ego teması idi. Qalan hamısında Guardiola oyunçunu bəyənmədiyi üçün göndərib. Yəni sisteminə uymadığı üçün. Və bir oyunçu Guardiola sisteminə uymursa, əmin olun ki, oyunçu deməli yaxşı deyil. Yəni bunu mən həmişə demişəm, deyəcəm də. Bir Cancelo indi son illərdə necə? Cancelo da ki, həqiqətən dünya səviyyəli futbolçudur. Sadəcə Cancelo City-də artıq Guardiolanın o son ilki sisteminə uymadı və Guardiola istədi ki, sistemi dəyişsin biraz.
onda öcə Cancelo ona yatmırdı. Ona görə getdi. Amma Cancelo hara getdi özünü sübut elədi. Getdi Bavariya getmişdi. Hə, Bavariya getdi də, Cancelo bildiyim qədərlə desən. City-dən harasa getdi. Orada sübut elədi, gəldi Barselona da sübut elədi, keçdi Ərəbistan orada sübut etdi, təzədən gəldi Barselonaya. Və yeganə oyunçudur ki, deyəsən yeganə müdafiəçi yoxsa yeganə oyunçu. 4 çempionatda hamısında kubok qazanıb, kimi liqada çempion olub. Yəni nə bilim. Belə. Bu İnşallah il də heç nə növbəti podkastlarda görüşərik məncə. Çünki artıq bu o qədər danışacaq bir şeyimiz də yoxdur bizim bu podkast üçün. Gələn həftə daha maraqlı oyunlar. Hə, daha maraqlı oyunlar olacaq və üstəlik El Clasico olacaq. Düzdür, onun bilmirik hə veriliş çəkəndə El Clasico olmuş olacaq yoxsa yox. Yəqin ki El Clasicodan əvvəl bir veriliş çəkərik sizin üçün. Amma o El Clasicoda yəni nə çox böyük 99% artıq Barselona çempionu. Təbrik edirəm bu arada səni. Təşəkkür edirəm. Hə, bu illərim kuboksuz qaldınız. Biz də ya bir dənə də varsa götürdük bir iki dənə. Hə, nə bilim, indi əsas olan çempionları götürənmədik, amma nə isə başımızı aldatmağa bir liqamız oldu. Hə, görək də nə olur. Sağ salamat, futbolla qalın. Sizləriz, futbolla qalın. Machito.